Dünyada sosial oxların aşağı yuxarı gəldiyi belə bir qənaət var ki, dünyada insanların bütün ölkələrdə aşağı yuxarı bu belədir. %80'i amorf kütlə, yəni kristal quruluşu olmayan kütlədir. Yəni rezin kimi, şüşə kimi belə. Amma yerdə qalan %20'nin aşağı yuxarı %10'u yaxşı adamlar olur, %10'u pis adamlar. Hətta belə də bölürlər ki, onlarda artıq kristal quruluşu var. Pislik üçün də oturub o kristal quruluş və məqsədli şəkildə oraya yürüyür, şeydə də, yaxşılarda da. O yaxşıları və pisləri özlərini iki qrupa bölürlər. Aktiv yaxşılar, pasiv yaxşılar, aktiv pislər, pasiv pislər. Yəni 5% yaxşıdır, 5% amma pasiv yaxşıdır. Aktiv yaxşı onu yaxşı işə cəlb eləyəndə yaxşı olur. Pislər də elədir. Bir var aktiv pis, 5% durmadan pisliği hakkında fikirləşir, bir var pasif pis. Pis yoldaş onu pis işə cəlb eləyəndə pis olur. Bu mənada bu 5% bizim dediyimiz o aktiv yaxşı ki var. Ha, məsələn 1500 nəfər əhalisi olan kəndə düşür 70 nəfər. Və ya 1000 nəfər sakini olan yaşayış binasına Bakıda düşür o 5% 50 nəfər. 50 nəfər gəlin buranı biz abadlaşdıraq, buranı gözəlləşdirək. Gəlin bircə bizə burada xeyirşər yeri tikilməlidir və yaxud kəndimizin bu yolun kənarına ağaçlar əkilməlidir, iməcili olunmalıdır, zibil yeri təmizlənməlidir, heyvanlarımız o zibili yeməsin. Bunu deyəcək 50 nəfər olanda, o 50 nəfər pasiv olan 50'ni də aktivləşdirir, onlar olurlar 100. 100 nəfər artıq, o 80 var ha, amorf kütlə, onlar gəlir ona birləşir, 10%, onlar olur 90, çünki amorfdur, değişkəndir. Sən onu yaxşıya yönəlsən, yaxşı olacaq. Artıq 10% pis, heç bir fəaliyyət göstərə bilmir. Sistemə qarşı da elədir. Mən bunun, indi burada efirdən danışırıq, amma bunun praktik siyasətdə biz tətbiq eləmişik. Mən məsələn, doğulduğum kənddə gedib, Bakıdan icma qurmuşam. İcmada bu ənənəni yaratmışam və bu eksperimenti aparmışam. Təbii ki, çətindir. Amma mütləq passionarlar, ictimai üçün, iş üçün, cəmiyyət üçün, bu xalq üçün, bayaq qeyd elədiyim kimi, yaşamımızı, ortamımızı gücləndirmək üçün. Çünki biz bu xalqın evlatlarını, xalqın özünə yaxşı baxmalıyıq ki, oradan sənət fışqırsın, mədəniyyət gəlsin, gözəl işlər gəlsin, futbol çıxsın, incə sənət çıxsın, teatr çıxsın və s. Bunun üçündə sən o passionar hissə ki, fədakar hissə, o kiçik faiz, onlar fədakar olmalıdır. Millət naminə, xalq naminə, çünki sən başqa toplumun fərdi daha ola bilməzsən. Bunu sən seçməmsən, sən bu ölkədə bu xalqın evladı kimi doğulmuşsan və sənin üzərində ilahi öhdəliklər də var. Mən niyə yarandım? Bir də sən istəyirsən gerçəkdən normal bir mühit olsun, o normal mühitdə sən o mədəniyyəti yaratmalısan, sən o gözəlliyi yaratmalısan, sən onun üçün passionarlıq eləməlisən. Ha, yenə indi cəmiyyət ayrı eləməlidir, mariflənməlidir. Passionar kimdir, subpassionar kimdir? Passionar odur ki, gerçəkdən istəyir ki, gözəlliyi olsun, gözəlliyi ətrafa yaysın, amma subpassionar nədir? Yalandan passionar kimi görünür, güya fəyallıq eləyir. Hökumət məmurunu tənqid edir, hakimiyyətin əleyhinə danışır və s. amma şəxsi marağını güdür əsas. Təəssüf ki, sistem də həmişə subpassionarları şişitməkdə maraqlı olur ki, o subpassionarlar axırda onsuz da bu topluma xidmət eləməyəsidir də, toplum görəsi ki, bu saatdır. Qoy bunların sayı çox olsun ki, gerçək passionarlar, gerçək iş görmək istəyənlər də şübhəli duruma düşsün. Desinlər ki, onsuz da görmüşük də, elə gələn gedən öz marağını düşünür. Onun üçün toplumun, bax, cəmiyyətin, ölkənin, vətəndaşın, ziyalısının, müəlliminin, vicdanlı adamın, mən söhbət o 5% deyəndə, o fəal 50 nəfər deyəndə, onların hamısını siyasi adam saymıram, ehtiyac yoxdur ona. Orada siyasi 4-5 nəfər olanda bəsiliyir, lap 1 nəfər olanda bəsiliyir. Onun içində vicdanlı adam var, zibili yerə atma deyən var, bu ictimaidir, işıqlanmadır, bunu qırma deyən var, gəlib xeyir dua verən var, Allah yormasın sizi, qüvvət olsun deyən var, vicdanlı adamlar var. Yəni bu adamlar bax birləşməyi bacarmalıdır. Söhbət təkcə siyasi sistemə qarşı çıxmaqdan getmir. Əgər sən gerçək bir birlik, xalq olaraq, ölkə olaraq, icma olaraq, kənd olaraq, vətəndaş olaraq, bina olaraq, siyasi partiya olaraq, təşkilat olaraq, qeyri-hökumət təşkilatı olaraq
ədalətli bir model qoysan, dövlət məmurunun, dövlət sisteminin sənin qarşında duruş gətirmə imkanı yoxdur. Çünki bayaq qeyd elədiyim kimi, həqiqətin köləsi olsan, azadlığını və gücünü də Allahdan alarsan.